Toyuq yeyən var. Toyuq. Sən? Mənim şey olacaq, o evdən gətirdiyin kartof olur. Hə, kartof okey. Bəs toyuq? Toyuq da elə. Toyuq da sümüklü zaddır. Müəllim onda fisiləcəm. Yes, mən də fisil. Sən toyuq. Yox. Toyuqdur. Biz bu ətdir, bu da toyuq. Ya, Bizdən hamısı ət. Kola. Ha. Toyuq. Ayran əlavə edib. Hər dəfə Reyhan var. Reyhan. 18 ildir buraya. Qardaş o 4 dənə fincanın birini toyuq elə zəhmət olmaz. Anlaşdı soyuq olduğuna. Yəni kompot digərləri. Kola. Nahar fasiləsi sizin üçün nə deməkdir, gənclər? Sənin üçün nə deməkdir? Mənim üçün imenli hazırda bizim çıxdığımız nahar fasilələri işin stresindən falan dəhşətli dərəcədə uzaqlaşdırır. 100%. Mən sizin aranızdan biri biz evdən yemək gətirəndə çox əsəbləşirəm. Evdən yemək gətirirsiniz deyə yox ha. Prosta ki, Tək qalacaq. bunu deyin, mən də gətirim. Hə, əvvəlcədən Prosta yəni koordinasiyalı eləyək də bu işi. Biz uzun müddətdə heç kim. Mən bura gələn evdən Emin gətirir. Emin də gətirmir. Ora bir gətirir. Uji gətirmirəm. Çünki çox fərq olur. Mənim işdə yemək yeyəndə günümün sonu daha stresli olur. Nəinki çöldə sizlə yeyəndə. Elə bil ki, mən Sağ olun. işdə yemək yeyəndə 9 saat işləmişmiş kimi hiss edirəm özümü. Amma çöldə yemək yeyəndə 7 saat, 8 7 saat, saat yarım. Hə, 7 saat yarım. Hələ sənə deyim, 1 saat buradayıqsa 1 saatda dincəlmiş kimi hiss edirəm yəni. Hə, 100%. Yarım saat bunun əvvəli var, yarım saat Plus sonrası var. biz hər dəfə axı şey eləyirik. Onun bir hesab kitabı gedir ki, bu gün harda yeyirik. Nə bilim, dünən burada yemişiksə, bu gün burada yeməyək. Nə bilim nə? Və kiçik rəngi qatırıq da. Razıyam. Mənə elə istəyir. Çox xahiş edirəm evdən yemək gətirəndə xəbər eləyin. Mən də gətirim, varım da evimdə yemək. Mən qəsdən gətirmirəm, başa düşdün necə? Başa düşürəm. Mən məsələn heç normal istəmirəm də yemək gətirmək. Ancaq necə yeməklərə okey oluram? Məsələn qızdırmayım. Soyuq basım yeyim, salat olursun, bir şey olsun falan. Səhər dururam bəzən, məsələn yoldaşım görürəm ki, qoyubdu qırağa yemək. Və mən o səhər bilməyim məni çox narahat edir. Məsələn dünən nə oldu? Kotlet kartoşka gəldi mənlə bir yerdə işə. Və qayıtdı. Mənlə bir yerdə qayıtdı. Və mən bütün gün əslində fikirləşdim ki, mən bu kotlet kartoşkanı da yeyərəm. Nahardan sonra gəlib. Sonra fikirləşdim ki, onsuz da evə gedəcəm. Axşam tək evə olacam. Evə getməmiş burada yeyərəm. Sonra elə oldu ki, axşam evdə yeyərəm. Elə oldu ki, mən axşam evə getdim, onu yemədim. Və yoldaşım gəldi ki, yemək bişirəcəm istəyirsən. Mən dedim ki, o kotlet kartoşkanın üstünə yumurta qoy, yeyim. Yedim. Amma kotlet kartoşkanın üstünə yumurta gedir. Hərdən bir çox gözəl səhər yeməyi də olur yəni. Əgər gec durursansa, Köhnə bir dostum var idi, əvvəl Razində bir dənə kafedə işləyirdi. Onun da bir dayısı var idi, elə bir kafenin yiyəsi deyirdi. O da aşpaz idi. Bir gün bir dənə müştəri gəlib deyib ki, danışıram sizə 12 il qabaqdan. Müştərinin biri gəlib deyib ki, bəs sizdə Wi-Fi var. Bu da qalib ki, bizdən ancaq qazan yeməklər. O vaxt Wi-Fi var idi. Yəni təzə-təzə var idi əslində, var idi, amma dayıda yox idi yəni. İsveç yox. Ancaq qısa gibi. Qazan yeməkləri deyəndə ağlınıza hansı yeməklər gəlir? Çünki mən, məsələn, mənə deyirəm, restorana gəlirəm, deyirəm ki, mən menyuya baxmadan zəhləm gedir. Çünki çeşidləri görürəm və əsəbləşirəm. Məncə menyu ideal menyu. Hə, necə olmalıdır? 4 dənə səhifə, yemək, içmək, salat, süt. Bir də ürəyin istəsə... Bir dənə kiçik bir şey deyim. Bax, buranın ən sevdiyim şey bilsən nədir? 2 dənə seçimim var. Sənə gəlir deyir ki, yayladı yoxsa tomat supu. Hə, yes. Yəni seçim çox azdır deyə. Bax, kimsə məsələn o gün başqa uşaqlarla gəldi, dedilər burada seçim çox azdır. Mən dedim ki, ürəyimdə fikirləşdim ki, bu əslində möhtəşəm bir şeydir də. Yəni seç də, ikisindən birini seçmək həmişə çox rahatdır. Ora üçüncünü də qoysa biz gələ bir 10 dəqiqə burada danışaq ki, görək nə yeyəcək. Düz razıyam. Məncə buranın cəhəti zordur. Bir də sən daha belə deyəcəm o qazan yeməklərlə bağlı. Məsələn restorana gedirəm, onu da bilmirəm mən bu arada. Deyir ki, məsələn deyirəm nə var yeməyə? Deyir menyuya, deyirəm istəmirəm menyuya. Sən mənim məsləhət yox. Xüsusilə burada rayona gedəndə zətdə olur da. Aynen.
Deyirəm nə var? Deyir qazan yeməkləri. Mən yəni istəsəm qazanda hər şeyi bişirərəm. Başa. Sən mənə qazan yeməkləri var deyəndə mənə heç nə demiş olmursan da. Sizin ağzınızdan nə gəlir? Əsas nədir? Buğulama, pörtləmə, nə bilim, belə Yoxsa şeylər. mən onlarda da. Məsələn, mən sənə iki fərqli region göstərərəm ki, buğulama hərəsində başqa şeydir. Regionda düzdür. Məsələn, çığırtma. Biz tərəfdə çığırtma üzərinə nəyə deyirlər? Yumurta pomidora. Ha. Siz amma hamı bunu necə bilir? Toyuq çığırtma. Toyuq çığırtma, Və bununla çox bağlı rayondan bizdən gələn adamlar problem yaşayırlar. Gəlir çığırtma yeməyə, deyir, bir dənə çığırtma istəyirəm, çox yemək Toyuq istəyirəm. gətirir, kompot var. Və şok. Zakda ol şok. Ona görə mənə ad verməyin, mənə bilmirəm, necə bu... Qazan yeməyi deyəndə yeməkdən daha çox oradakı xala ya da dayını görmək istəyirəm. Bax, indi bununla bağlı möhtəşəm bir nümunə verim sənə. Otluğa gelirsən, deyirəm nə var, deyir qazan yeməkləri. Deyirəm hansılar, deyir gəl bax. Gelirsən, orada bir bibi var. Yox, Mən bununla bağlı bir video partlamışdı, onu etə Bibi videosu. Bibi videosu. Yadımda. Bibi açır qazanı və sən qazan yeməyini görürsən. mən orada o nə qədər- bibinin həvəsini görmək istəyirəm. O yeməyi bişirib başqasına servis eləmək. O da yaxşıdır. Hə, düzdür. Bəs bir dənə sual. Restorana gedib olub ki, yəni deyirsiniz ki, mən qazan yeməyi istəyirəm, hə, mənə qazan yeməyi ver. Məsələn, mən gedəndə həmişə deyirəm ki, hə, nə məsləhət görsən, o başlayır qazan yeməyə. Deyirəm ki, qardaş, belə deyim, kebablardan nə məsləhət görsən. Müəllim, sən mənim qabağımı kəssən. Yerisi bu tərəfə gəl biraz. Sən bu sənin qabağımı kəssən. Yo, yo. O mənim ağzımın için çəkir, düzdür? Yoxsa Yo, uzaqdan. çəksə də vecmir yoxsa. Yəni. Sən biraz istəsən bu tərəfə sürüşə bilərsən. Rahat yeməyə üçün. Necəsə. Hə, sən də gələ bilirsən. Yerimiz var da. Son zamanlarda ən modda Sağ ol. olan qazan yeməyi, bilmirəm, siz də deyin, bu qazan yeməyidir. Bu turşulu qovurma, nar qovurma zat. Hə, Bu qazan yeməyidir. qazan yeməyidir, tava yeməyidir elə bir. Tava. Bu tava yeməyidir. Onda vəbşi məndə aləm dəydi. Amma yox, düyü qazanda dəmir. Düyü deyil, onun üçün düyü yox olmur. Ha, ancaq qovurmanı deyirsən. Hə də belə tavada gətirirlər. Tavada gətirirlər. Amma qazandan mı götürüb tavaya qoyub qızdırıb gətirirlər, Məncə yoxsa də orada Tavada tavada bişirirlər. bişirir gətirir. Tavada bişirib balaca Çox tavalara məşhur. qoyulur. Amma şeyi eşitmisiniz məsələn, bizdə ancaq tava yeməkləridir. Yox. Yox. Mən də eşitməmişəm. Qazanın bir hörməti var. Mənə elə gəlir ki, Qazan qazan elə bir kasıblığın şeydir, çox olur belə, su doldurursan. Oradan gəlib o. Mən nəsə elə gəlir ki, qazan sırf müəyyən bir yaş üçün hesablanır. Məsələn, 30 plus. Daylar üçün. 35 plus. Məsələn, Məncə düşmək olar. dayday gəlir ki, 26-ya falan düşmək. Qazan? 26. Mənim qazan Müəllim. minimum 35-dir. Hər mən az deyirəm. yəni mən qazanmışam. məsələn yadımda deyil ki, mən hansısa məclisdə deyim ki, mənə qazan yeməyi. Ancaq kebab da yəni. Mən getmişəmsə. Xəzərə gedəndə istəyirsən o. Gözdə içki zad da var. Məsələn, içki ilə heç qazan yeməyə gedir. Yoxlamamışam. Yoxlamısınızsa soruş. Mən heç nə heç nə yoxlamamışam. Mən qazan yeməyin nə olduğunu desəz deyəcəm. Getirirsiniz. Buğlama. Amma sulu. Buğlamanın nə olduğunu. Doğrudan deyirsən, hə? Bayağı bilmirəm. Mənim termindən naram həmişə çox pis olur. Görürsən, buğlama çox dadlı deyil mənim. Hələ Yəni mənə rayonda həyat boyu Buğlama pişirsə, zor. ümumiyyətlə. indi ola bilsin biz tərəfdə çox bişməyib deyə mən ona yad qalmış ola bilərəm. Ola bilər. Bizdə xəmir xörəkləri daha məşhurdur da. Həyat Zaqatalada restorana gələndə deyirlər, bizdə ancaq xəmir xörəklər. Yox, elə bir yer yoxdur. Sırf xəmir xörəkləri deyən yer yoxdur. Amma Zaqatalaya gedəndə məsələn o cəhətdən problemlər nədir? Yoxdur əslində. Bu hər şeyin xəmir eləyiblər. Nə topla qoyublar xəmirin içinə. Gicitkən xəmirlə Gicitkən qırısı deyə bir şey var. Cincar deyirlər bizdə gicitkənə. Cincarın qırısı deyə bir şey var. Belə şəkərbura boyda şeydir. Polşada olmusan mənim pierogi. Eyni. Bal qabağı var, bal qabaqlısı var, cincarlısı var. Möhtəşəmdirlər. Yəni sən get boy sezonda o zordur. Məsələn ki, yayda belə getsən, sən ki, mən zaxtalalı bir şey yemək istəyirəm. Deyəcək, yəni qırs verim sənə. Amma məsələn sürgünlü sezonu var amma. Çünki sürgünlü Qışda yeyərsən, Hə, qışda yeyirlər də. Biz isti söhbəti, bir ət söhbəti var ki, cəmaət yaydan götürür, o ətlər 6 aya şey olur axı, qurudurlar falan da. Ən şey uzun yeməklərdən biri ola bilər zarafası. Yəni 6 aya hazırlanır bu yeməklər. Onun da qaldıqca qiyməti qalxır, yoxsa? Yəni onun elə qiyməti odur və onsuz qalmalıdır ki, o sürgünlü olsun.
Yalancı süfürlər də var bu arada. Normal mal ətindən düzəldirlər belə. Pis olmur amma yəni orijinal deyil də. Sən nəyə oxşuyur? Məsələn, FU tapan məsələn. A few moments later tapan da. Elə bir ki, mən doğğa istəyirəm, amma yayla içirəm. hə elə olur. O oxşatdım. Mən doğğa ilə yaylanın necə hazırlandığını heç vaxt maraqlanmamışam. Amma Baxanda doğğa bulamısan 100%. Ha, Amma deyir ki, milyon bir də Gəl ona bunu bax gəlirəm. bir dəqiqə buna bax. Özü oyun oynayan vaxt olur. 1 dəqiqə, 5 dəqiqə, dəqiqə, 10 uzanır. dəqiqə, 15 dəqiqə. Özü buraxa da bir çox qəribə bir taskdır. Yəni buraxırsan və dibi düyü yapışır da elə bil. Amma yox. Çox Buraxsan şey olacaq. Ha, Ha, uşaq görürsən, sənə sizə- sənə məsuliyyəti öyrədir. Uşağa responsibility öyrənmir. Ha, Ən yaxşı şeydir. Görürsən, Yayla ilə onun arasında nə fərq var? nədə onlar? Görürsən, yaylalı da eyni tapış gedir, yoxsa? Düyü Məncə, var da içində gedər. düyünün söhbəti dəxsi yoxdur, məncə, o qarışdırmağa. Mənim Qarışdırmağı düyü axı doğrudan. Məncə o qatığın Mən elə bilirdim. nəylə bağlı bir şeydir. Mən elə bilirdim dibi alır. Mən elə deyiblər ki, qaçdı dayansan elə bil dibi alacaq. Düyü elə bil çökə bilər və Yox məncə. Yaxşı. Qatıqla bağlı bir şey. qatlıqla bağlıdır. Məncə qatıq. Bu qatıq nəsə dadı dəyişir. Qatıq belə blüp eləyəndə hətta saxlayırsan sən o eləməklə. Çox həssas bir şeydir əslində. Qatıq həssasdır. Doğğa həssas. Doğğa çox həssas bir şey. Mən ona görə mən Polşada olanda ən çox darıxdığım yemək doğğa idi. Ciddisən o. Deməli, Polşada Doğğa çox bəsit bir şey deyil. O birisləri tapırdım çünki. Amma doğğanı necə tapasan? Doğğanı bu eləyən qadın lazımdır evdə. Yəni onu tapa bilməzsən. Göyərti lazım. Kababı gətirən day. Kababı taparsan Polşada. Yox, o şey Dirəksən özün eləyərsən. o şey hisslə Ha. eynidir. Yəni belə alnında tər, burada da dəsmal, day gəlir belə şey deyir. Yes, eyni o ya Yəni, başında yaylıq bir ana lazımdır, arvad lazımdır ailəyə və yox idi. Yəni. Və istəsə də eləyə bilməyənlər də ola bilər. Nəyə görə? Çünki qatıq desən, sən o kənd qatığını hardan tapasan Polşada? Göyərti desən, dəqiq bilmirəm, çox almamışam onu da. Bəzi məhsulların bəzi ölkələrdə ümumiyyətlə olmamağı mənə çox qəribə gəlir. Və sən qatıq İmенно onu tapa bilmirsən də. Qrik Onlar ona yoğurt, yoğurt yoğurt deyirlər, deyirlər, hə, şey amma o də. qatıq deyil də. Bizim yəni. aldığımız Atenazad odur məsələn, oxşuyur. Yaxşısını tapma olur, amma yəni mağazin qatığıdır da, o sən eyni dad deyil. Məncə onlar ümumiyyətlə dadları dəyişməlidir bu arada. Məsələn, qatıq bizim bankada yediyimiz o şeydir. O qaymaq kimi, gey kimi götürdüyümüz şey o qatıq olan Qatıq məsələ. deyil, O, Sən hər iki tərəfə loqonu niyə qoymaq istəyirsən ki? Kaş bizdə Bir tərəfdə o value yazılan cümləni elə Qatıq ortaya ancaq qoyacaq. bankada. Amma özə sən necə üstünə o vaxtı belə 12 vərəqli dəftərlərin vərəqini qoyurdular, rezinlə bağlayırlar. Bax, qatıq elə bir ancaq o dizayna deyilsin. Qatıq hər hansı bir plastik qaba girilə biləcək bir şey deyil yəni. Deyil. Olmaz da yəni. O yoğurtdur. Amma yox. Plastik qabdadırsa yoğurtdadır. Məncə yox. Ya da başqa bir ad tapa bilərik yəni. Krat suyunu alır. Mənim o kompot yəni Davamlı dadı dəyişir ha. Mən bax, hər dəfə sən o seçimi edirsən. Mən davamlı dadı da dəyişir. Hər dəfə ayranı istəmirəm soruşuram. onu. Hər dəfə Ayranı bir ümid soruşuram ki, qardaş bezib deyərkən yaxşı verirəm ayranı. Hər dəfə də 1-2 manat artıq verir. Hə. Bura yaxşı yerdir. 1-2 manat artıq vermək də yaxşı söhbətdir ya. Mənə 1-2 manat artıq vermək yaxşı söhbətdir. Sən elə servis edirlər ki, sən belə narahat olmadan çıxarıb. Mənim bura mən gələndə hər dəfə 1-2 manat, yəni 4 nəfər isə 2 manat verirlər yəni. 100%. 50 qəpikdir və bu həm qaqaşlar çox zordular, həm də ki Elə biz olanda- burada da eləmədiyimiz şey qalmır. Yəni video çəkmirdik, onu da nə çəkdik. olacaq ki? Reyhan kompotunu mən normalda bayaq soruşdum, oradan davam edim. Reyhan kompotunu mən xoşlayıram normalda. Amma bunlar yaxşı eləmir. Mən bir dəfə 50 qəpikdə içməyə başladım bunu. Çox dadlı idi. Çox sərin idi və çox dadlı idi. Axşam vaxtı, yay vaxtı idi və indiyə kimi yadımda. Ondan sonra içməyə başladım, amma eyni dadı heç vaxt tuta bilmədim. Reyhan kompotu çox qəşəng bir şeydir. Amma bu o deyil. Burada. Hə, amma bu o deyil. Bu o Reyhan deyil. Yox, mən Reyhan heç yerdə özünü görməmişəm ki, o olsun. Bir dənə o kimi Daşbazlı, hazırladı getdi. Ümumiyyətlə biz Reyhanın həyatımıza bir anda girməyi, kompotda və ayrana daxil olmağına necə baxsın yəni.
Mən kompotda dəstəkləyirəm reyhanı. Çox da xoşuma gəlir. Bizdə evdə həmişə olur. Bu dəqiqədə var. Və çox da dadlıdır. Amma onun bir limiti var. Məsələn, orada limon suyu zad qatırlar axı. Şəkər və limon suyu zad olur. Biraz itirdinsə limitini, biraz nəyisə çox, nəyisə az elədinsə, apar tulladı. Elə bir balon reyhan kompotunu zibil elədim. Mən reyhan özünü arada prost yeyirəm belə. Acı dadı olur, amma Reyhan gedir özü. Ümumiyyətlə göyərti ilə bağlı doğrudan mənə sizin şeyiniz maraqlıdır, fikriniz. Bir perioddan sonra mən dəhşət çox göyərti yeməyə başladım. Mən uşaqlıqda yemirdim. Nə oldu bilmirəm. məncə kahının həyatımıza girməsi ilə bağlı bir şey. Yox, Ömər. Mən Kahını həmişə yeyirdim. Yox, kahı demirəm kahını- yaxşıdır. Kahı özü ilə bir Sevdirməyə yerdə başladı, başqa şeyləri də sevdirməyə başladı. Mən razı deyiləm. Məncə onlar üstün Bir də olurdu. sumuzi falan edirlər, bundan belə dietik. Simuzer. Hə. Instagramı Mən bu zillər. pis oldu yəni. Mən sənə dedim. Mən sənə demişdim ki, buna əhdindən bu pis olar. Mən o dildə evdən gətirə biləcəyin şey yox. Plasmas qab. Sən özün dedin, hə, toyuq. Kebab başa düşmüsən. Az getsin. Bax məsələn fisinzan olduğunu mən 3 gecə bundan qabaq burada öyrənmişəm də. Bu axırıncı nə vaxtsa kimsə fisinzan sifariş etmişdi. Ya bu kotlet və ya köftədən fərqi nədir? Məsələn, niyə bu fisinzan aldı? Fisinzan nədir? Hardan gəlir? Mənim heç bir fikrim yoxdur. Adlar hardan çıxır? Biz nə bilmirik. Bu niyə dərslərdə keçirir? Əsəbləşdim ya. Mən fincan yox, amma qəhvədən istifadə edirsiniz. Qəhvədan? Yes, var belə bir söz sizin Çay, var da. amma sizdə niyə var? Bizdə babam işlədirdi, o da Cənubdan. Mənim babam gətirib Bakıya zat. Mənim də orada istifadə edir. Canubdan idi o. Çaydana deyirsə, Yes, böyle çay. Ya bu o hardan gəlir? Maraqlıdır. Hardan gəlir? Kofe Qəhvədən. sözündən gəlir. Qəhvədan. Bizdə mədəniyyətdə kofe çaydan daha əvvəl olur. Ya bu bilgini mənə 2 gün əvvəl Ağarəcək verib, sağ olsun. Ağarəcə kim? Özbəkistandan gəlib. Sən 3 gündə ağarəcə balını çəkirsən. Gəl onun kim 9 ayda görmürdüm. Sonra gördüm. Təsiri hələ də qalıb. Ağarəcək yaxşı insandır. Yaxşı kreativ direktor. Şeydir. Yaşasın Ağarəcək. Bir də və nahar verilən yerlərdə mən bir ara bu taktikanı istifadə elədim. İşə yaradı bəzən yaramadı. Məsələn, kola deyəndə bunlar 2 litrliyə açıb tökürlər, düzdür? Amma mən Sprite deyirdim. Çünki kim niyə Sprite deyən? Ya mən hiss edirdim ki, bu Sprite mənə görə açılacaq. Və açılandakı təbii ki, qazı ilə bu eyni deyil. Bunun dəqiq qazı yoxdur. Gələk biz qaqaşa verdiyimiz hörmətdən ki, deyək ki, qardaşım, xahiş edirəm, kolanı bir dənə açsınlar bizə. Təzə kola. Hə, çünki nahara gələcəklər onsuz da o yarım qalmışı başqalarına sırıyor. Amma bizə aç. Çünki biz Bu elə bir toydan sonra səhərsi günə qalmış kolanın şey olur. ya da bayramın hamı gedib səhər qalır. Prosto stolun üstündə qalır. Özəl kilitli butulkanın dibində qalır, çıxarıb belə içirsən. Prosto soyuqdur, bir şey getsin deyə ağzına. Bildiğin olsa da buradan zəhləsi gedirdi. İndi bu toyuqdan sonra vəbşə. Sac bəs. Ya, Mənim sazdan xoşum gəlir. Mənim gəlmir mənim. Nəyinə görə? Ümumiyyətlə ortaya nəsə gəlirsə, o çox yüngül bir şey olmalıdır kimə gəlir. Ya kebab olmalıdır, ya da çox yüngül bir şey olmalıdır. Nə var Saç, bilmirəm, kebabı şeyləmək olur da belə. Saç hündürdədir, nə bilim durdun ona çəkdin, ona çəkdin. Yəni hündürdə dediyin də ki, burdadır da, yəni
Lap olsun burada. Bilmirəm, sac elə bilirəm nəyinsə belə sacı çıxarsalar, onun yerinə daha maraqlı şeylər əlavə eləyə bilərlər. Sac restoranlara şey verir, belə rahatlıq verir. Hə, yola vermə bir şey. Həm deyirsən. sacdırlar, все hazır. Sacdırlar və cəmaət sacsın. Mən ümumiyyətlə yeməkdə nəsə yaşamaq üçün yeyirəm bunu, yəni belə. Buna ehtiyacı olmasa yemərəm. Amma nəsə maraqlı bir şey olsa, o maraqlı gəlir, hə. Onda bir dənə Fərqli kapsul bir şey. olsa. Nə olsa? Kapsul söhbətdə müəllim. Kapsul olsa atın Kapsul doydum. zordur, amma məsələn həftədə bir dəfə getdin, yığıldın, Yeməyə amma maraqlı şeylər yedin. Yəni yemək Mən kapsul mənasını söhbəti ilə itirməsin ki. razı deyiləm. Razı olanlar da yaxşı qınamıram, amma Müəllim, olsun. Həmişə atmıyorum, məcbur deyil. Amma bəzən olur qızğın iş gedir. O soxa-soxda lazım, sevdiyim işdən söhbət gedir. O soxa-soxda mənə yemək lazım deyil. Nə də həmin anda elə adamlarla... acından da ölürsən, hə. Acından da ölürəm, elə adamlarla ki, mən onlarla bir süfrəyə oturmaq istəmirəm. Onların yəni ağız marçıldatmanı eşitmək istəmirəm. Çünki nəmi tanımırsan da, məcbur oradasan prosta 50-100 manat pul qazanarsan. Onda çıxartdın cibindən paçkanı, uşaqlar buyurun. Adamın bir dənə kapsul götürdün, şak. Doydun. Hə, bu imini bu sırf bu vəziyyət üçün Mən də onu razıyam. olsun, yəni mən hər gün atıb da ham kapsul bassın demirəm də. Yox, kapsula oturmuyor, amma Həsə kapsula oturmuyor yəni konkret. amma olsun. Günümüzün kapsulu dönərdi deyə bilərik. Ola bilər mənim. ola bilər. Ola bilər. O danışdı otluqdakı dayı yazmamışdı. O dayı zordur. Otluqdakı yox, o şeydəki oddakı. Oddakı Bax dayı. o dayıya görə o da getmək olar. Yəni adam gülür, nə bilim, gəlir soruşur və işində həvəsli olduğunu hiss edirsən. Amma mən burada məsələn görməmişdim. Nə xala, nə dayı. O Mənim- bir də bişirən dayıdır. Yəni özü bişirir, Onu sonra deyirəm də. gəlir sənə onu təqdim edir. Elə bilirəm ki, o Şefin orada bugünkü tövsiyəsi. tövsiyəsi. Orada yeməkdən başqa da nəsə var. Yəni dayı enerjisini yeməyə ötürür necəsə də. Razıyam sən. Yəni dəhşət doyursan orada. Məsələn burada da eyni. Orada xoşbəxt çıxırsan necəsə. Amma müəllim, Şərait o deyil. mən o daha önəmli. Məsələn bax, belə bir şey var. Sən restoranda yemək yeyəndə sadəcə o yeməyin mayasına pul verirsən də. Ətraf mühitin çox önəmli. Mən kimlərlə oturmuşam. Atmosfer necədir? Uzun patoloqu varmı? Başa düşdün? Bu məni yəni rahatlaşdıran. Mən buranı ona görə sevirəm. Genişdir. Buradakı alanımıza bax bizim. Mən istəsəm belə də oturaram. Başa düşdün? Ayağımın üstünə qoyaram. İstəsəm bura 3 dənə stol gətirib qoyaram. Odda sən. Odda kamera Yanarsan. aparmışlar indi. Ha? Kamera aparmışlar indi odda. Ha. Bir də odda məcbursan ki, yedin durasan. O mənə çox narahat edir. Bax, sən hələ bax, indi mən axırındayım da bu. Bax, kimsə dayanıb ayaq üstə gözləyir ki, bu axırıncı qaşığı da götürsəydi, çıxıb gedərdi, mən oturub yeməyimi yeyərdim. Bax, o səni narahat edir. Biz burada yeyirik, otururuq, sonra söhbət edirik, nə bilim, rahat. Yəni orada qiymət də daha münasibdir, nə bilim, bəlkə səmimiyyətin. Mən sizlə getməmişəm də çox ora. Bəlkə səmimiyyət zad da zordur, amma bu rahatçılıq yoxdur. Dayanır. Ya zordur. Prosta biraz solasız. Ondan sonra vertikala kəsəcəksən də. Yox, nə vertikalmı? Hə, kəsməyə görə bilirsən. Dördünün üstə düşək deyə. Ortadan kəsiləcək, ikimiz solda, ikimiz sağda da. Yəni belə bir kəsib şey qoymayasın yəni. Baxacam da necə də ara qəşəng görünsə. Amma o kəsməyə alınmır. Çox yaxınsınız. Niyə kəsirsən? Söhbətgahdır bura. Yersiz bir atmaca. Vertikal niyə 3-4 üstü bura?
Bu da nə söhbət eləmir? O bu gün danışacaq. Amma məncə sac. Mən qarışdırılmış yeməkləri sevirəm. Mənə görə yemək əziyyətsiz olmalıdır. Mənim o sümüklü toyuqda ona görə xoşum gəlir. Mən onu yeyəndə əziyyət çəkirəm və hər yerim batır. Mən istəyirəm mənim ağzım batsın təkcə. Mənim Razıyam. əlim niyə batır? Mən istəmədikcə, mən istəsəm əlimi batıraram. Kebabda batar əli. O mənim ürəyim istəyib düyünü əlimlə yeyərəm, o mənim öz keyfimdir. Heç kim mənə işlədiyənməz. Ət qansın olmayan bəlkə mən də xoşlayıram, amma mən istəmirəmsə mənim əlim batmamalı. Amma sən bu toyuğu yeyirsənsə, bilka ilə yeyənməz. Məcburən baxır. Hə, salfetka ilə də götürsən gey kimi. Ya da məsələn burgeri nəyini sevirəm? Burgeri sənin əlini batırır, amma sənə optionla verir, əlcək taxdırır. Əlcək tax yeyir. Əlcək taxıb yeyirsən, sonra o əlcəyi də yalayırsan. Amma Mən yalamıram əlcəyi, amma mən yalayıram. Ümumiyyətlə əlcəyi ilə yemək xoşuma gəlmir. Müəllim, baxır əlcəyə. Bir var ki, o kulok pingvin kulokları kimi mənasız bir şey verirlər, aptekdən aldıqları. bir də var qara. Yox, qara məncə dəlisin. Qara dəhşət, qara. Ümumiyyətlə, yəni bir şey qara olanda daha gözəl olur. İnsanda. Rasizm. Tərs rasizm verir. Kökəsindən dönür. Ona görə sac, altında şam var, kişi sacın ki, köz var, köz. Sac, şam nədir? Şam qoyan xiyarlarda görmüşəm. Kömürü zadı, közü zadı olur da sacın altında normalda. Yəni pişməyə davam edirsən yəni, dəlisən sən. Və qarma qarışıqsan, oradan istəsən badımcanı götürürsən, biberi götürürsən. Seçim eləməyə çətinlik olanda zor yeməkdir. Qarışıq sac deyirsən, istəyirsən toyuq yeyir, istəyirsən tərəvəz yeyir. İstəyirsən çörəyə götür batır. İstəyirsən lap mal əti yeyir, o da içində olur. Mən onu xoşlamıram da ki, rahatdır. Hara gedək saç yeyirəm. Böylə heç var, Heç vaxt elə demirlər. gedək sac yeyək demir. Ya nə yeyərik, sac yeyərik məsələn. Tapa bilməyəndə mən. Afisant da birinci onu təklif edir. Qaşın sac var məsələn. Mən heç bir ofisantın birinci sac təklif etdiyini görməmişəm. Ya, Düzdür, müəllim, saç ya. ən axırıncı təklif olunur müəllim. Sac görür ki, sən seçim eləyə bilmirsən, deyir sacımız da var. Ya da ki, çox vaxt necə olur? O qrupdan kimsə deyir ki, sac var. O da deyir ki, var. Gətir. Məsələn, mən Gəncədə getdim, dedim sizin nəyiniz məşhur? Biz sacımız məşhur. Sənin sacın məşhur ola bilməz yəni. Sən Gəncədə necə sac necə məşhur ola bilər ümumiyyətlə? Yəni Qardaşların da seçimi olmayıb məncə. yes, məncə də. Sacda məni ən narahat edən şey porsiya məsələsidir. Məsələn, hər yerdə sacın fərqli olmağı çox pisdir. Bunu standart 2 ölçəklə balaca və böyük olaraq. Balaca olsun 2 nəfər. 2 nəfərlik sac olmamalıdır ümumiyyətlə məsələ. 2 nəfər niyə sac yesin? 2 nəfər niyə sac yesin? Seç özün yeməyi. Amma yemişəm sifarişlə mən 2 ye. nəfər sac. Bax, Müəllim, səhv elədim indi. Yeyərsən, amma yeməsən də səni incitməzdir. Saat 4 nəfərdən başlamalıdır. Saat 4 nəfər yeməlidir. 4 nəfər və 8 nəfər olaraq bölünməlidir məncə. Amma mənim bax o nəfər söhbəti var ya. Bax gəlirsən istənilən tort deyir ki 12 nəfərlik. Torta baxıram. Yəni o hansı 12 nəfərdir? Mənə onu göstərə bilərsiniz zəhmət olmasa. Yəni yarısını elə mən yeyəcəm onu. Katalog olmalıdır əslində. Sazın ətrafında insanlar Deyər onu o formalar. sənə satacaq o tortu da. Mən əgər o tortu alacamsa, mən onu düz denən, mən gedəcəm biabır olacağam vaxt cəmaatın qabağında. Yəni 12 nəfərlik tort gətirmişəm ki, mən nə hərəyə belə simvolik bir dilim verəsi deyiləm ki də. İndi sacda da məsələn deyir ki 4 nəfərlik. Sən nə bilirsən bu 4 nəfər necə yeyir? Yəni o standartı yoxdur axı onun. Bax 4 nəfərlik deyiləndə nəzərdə tutulur? Neçə qramdır o? Sən nə başa düşürsən onu? Təxmini bir şey var ki, məsələn 20 nəfərlik tort olur məsələn 10 kiloda atıram. Aysa 10 kilo. Məncə orada sual belə verilməlidir. Çünki qadınlarla kişilərin porsiyası fərqli olur axı.
qadın o sənin Ümumiyyətlə mənim dediyini kişilərin yazsın. arasında da porsiya fərqli ola bilər yəni. Baxır yəni kim necə yeyir də. Amma ortalama bir kişi tapmaq olar. Ortalama insan tapmaq olmaz. Amma ortalama bir kişi tapmaq olar. Məsələn mən də çox. Ümumiləşdirmək istəsən hə, qadınla Hə. kişinin arasında qoyarsan. Ona görə belə sual verilməli, belə deyilməli yəni. Bu tort 5 qız 5 oğlan üçündür. 10 nəfər üçün deməməlisən. 5 qız 5 oğlan Hə. gələr. 5 qız 5 oğlan və ya 7 oğlan üçündür. 2 dənə 4 nəfərlik ailə üçün də gedər. Orada cinsiyyət məsələsi yenə faktor. Ailə bəlkə bir dənə ana var, qalan hamı 4 nəfər kişidir. Kişi Dörd uşaq nəfər olacaq da, də. yəni uşaq nə qədər yeyir? Nə boyda dilimləyirsiniz məsələn tort Mən yəni. çox az yeyirəm. Amma çox yaxşı tort. Mən xəstəsiyəm. Sənin gətirdiyin tortlar var idi, qohumun bişirirdi. Bəli, qardaşım. Şeyə Alicana gələn top Xəstəsiyəm yəni. onu yeyərəm yəni, onun yarısını yeyərəm. Amma yenə də xəstəsiyəm deyəndə də yəni iki böyük dilimdən o tərəfə getmir də, o ürəyimi vurur. Amma belə əgər bir dilim yeyəcəmsə dobro dilim. Böyük. Üstündə normalda tortun üstündə nəsə varsa, o dilimdə olmağı çox böyük bir üstünlükdür o dilimin üstündə. Məsələn. Məsəl Mənim dondurmalı Napolyon var, çox dadlıdır. Oyda. İnanılmaz Ümumiyyətlə dadlıdır dondurmalı və tort- İnanılmaz belə xırçıldayır da yəni. Dondurmalı tort möhtəşəm bir şeydir. Dondurmalı çox şey möhtəşəmdir. Künəfə də möhtəşəmdir. Künəfə də möhtəşəmdir. Mənim bir dənə dostum var, künəfə xəstəsidir. Kofe də Buradan möhtəşəmdir, salam olsun. dondurmalı. Afagat. Biz ailədə 2 nəfərik də. Və hər hansı bir şey yəni alanda həmişə atılır. Ya da yəni bir zibilidə bir qırağa qoyuram ki, kimsə gəlsin. Çünki yəni sistem 2 nəfərlik ailə üçün dizayn olunmur. Çörək belə heç vaxt çatmır. Yəni artıq qalır. Tortda nə edeyim? Dondurmalı tort sifariş edirəm, cheesecake. Dondurdun. Və biz 3 həftə yedik. Və xarab olmadı. Çünki marazinkada qaldı. Məntiqlidir. Yəni sizə deyim, 3-cü həftədən sonra hiss etdim ki, bəlkə mənə o qədər yemişdim ki, dadı biraz qəribə gəlməyə başladı. Amma qəribə deyil, yəni belə heç qram mədədə bir narahatlıq o 3 həftə boyunca falan olmadı da, yedim yəni. Prosta bir müddət sonra bezdik və nə yalan deyim, 4də birini atdıq da, yəni 4də biri qaldı yəni tortu. Və bildiyin cheesecake boydadır da, yəni belə ultra böyük bir şey də deyil. Mən o sənə deyim ki, dondurucuda saxlayırsansa, marazinada saxlayırsansa, çox uzun ömürlü olur. Çörəyi belə at dondurucuya, yəni aylarla işlədir. Prosta yəni o təzəliyini hiss eləməyəcəksən. Tosterdə yeyirsənsə, atırsan, yeyirsən. Zor. Tost çörəklərini saxlayırıq. Hə. Amma təndir çörəyi yoxdur. Bəs təndir çörəyi? Niyəsə Bakıdan qırağa çıxanda daha çox axtarıram o. Bakıda elə bil. Bilirsən necə yeyib qutara bilmirik onu. Yəni yarısı tullan, yarısı bir moment olur səhər açsan da yemək yeyəcəksən də açırsan ki kiflənib üstü. Ya da başlayır o şey. Çörəyində də eyni şeydir. Bax, sən bir şey belə kütləvi istehsal olunursa, ondan ekstra bir şey gözləmək olmur. Amma rayona gedirsən, məsələn, xala orada bişirir də gözünün qabağında 3 dənə, 5 dənə, 3 dənə, 5 dənə. Onun dadını ala bilərsən. Sırf 3 dənə, 5 dənə deyirsən, sırf xala da deyirsən. Çünki mağazalarda da xalalar bişirir. Bir dənə təndir Mağaza qoyublar. girdin Gəncə təndirinə məsələn, çoxlu çörək var da orada. Çoxlu Sən təndir onun çörəyi var. 3 dənə də kütləvi yanına istehsalına qarşısan. Bəli, bəli. Ya o qədər istehsal olunmalıdır onu bilmirəm. Məsələn, təndir çörəyi hər gün yediyin yemək olmalı deyil. O təndir çörəyini yeyəndə sən istirahətdə olmalısan. Aynen. Altı bazar olmalıdır ya da yanında qarpız olmalıdır. Dəniz gedər. Yəni naharda təndir çörəyi yenə belə ildə 1-2 dəfə o yəni qarpız mövsümündə aldın. O da sənə necə? Bir dənə təndir çörək, fərqli bir yemək kimi Qəzetdə kateqoriyasına gətirirsən. gedir. Ha. Və oturub otaqda yeyirsən, o da spesifik bir gün olur da. Yəni belə hər gün mən gedim təndir çörəyi ilə nəsə yeyim. Dediğin şey qəşəngdir ya da amma
ancaq həftə sonu yemək. Onda sən həftə sonunda belə həftə sonu kimi hiss eləyərsən. Durdun yuxudan ki, təndir çörəyi, Zat. ha, nə bilim, çığırtma indi bax görsən sənin Yaxşı, rəfindən sacla təndir çörəyi. Mütləq. 100%. Bu gedər amma belə. Mütləq. Mənim təndir çörəyi olmadan mən sac yemərəm. Yaxşı, gedər. Mümkünatı yoxdur. Yəni. Sacla təndir çörəyi, bir də ki, oddakı dayı. Oddakı dayını yaman şey edirsiniz, siz Oddakı dayı promot edirsiniz. səndən oturacağam. Hətta hə yeyəcəksən, söhbət edəcəksən. Rusiyada falan yerdə belməmişəm. Çelyabinskdə olmuşam. Mənim oddakı dayı dəhşətli. Bu olmuş söhbətlərdir, yoxsa bu dəqiqə Dayı məncə danışa bilmə potensialı var. Ha, elə bir Çünki oturub bir dənə danışın. tərəvəz supu bişirir. Ya onu məncə sən Rusiyanın hansı bölgəsində yaşamalısan ki, onu bişirməyi biləsən. Məncə. Müəllim, suplar. Rusiyanın hansı bölgəsi dedin? Ağlıma bir şey gəldi. Onu danışım, sonra suplarla bağlı sizin fikriniz maraqlıdır. Deməli, axırıncı dəfə Polşaya gedəndə dostum dedi ki, belə bir Krakovdan Zakopaniyaya gedəcəkdi. Dedi ki, orada bu supu daha yaxşı bişirirlər. Krakovda içməyək, orada içərik. Zakopanye bizim şahda. Supun adı dilimin ucundadır da tapa bilmirəm. Oqroq supu. Ya. İçindəkiləri saydı mənə, ürəyim bulandı da. İçində kalbasa var, nə bilim, sasiska var. Kalbasa yox, kielbasa. Hə. Nə bilim, deyəsən duzlu xiyar zad da var. Bax belə qəribə şeylər var da. Saydı ürəyim bulandı da. Getdik Uzaq Azərbaycanda isti bilmirəm da hikingdən sonra biz çoxmu az idik, nə idisə bilmirəm də. Mən həyatımda elə dadlı su içməmişdim də. Soruşacaqdım ki, sən içmisən Polşada o supu? Yox, mən Zakopaniyaya getməmişəm və o supu da tərifləyəcək bir polyak dostum olmayıb. Çox maraqlı. Adını tapsam deyəcəm. Sup çox tartışılır bir mövzudur sup. Ümumiyyətlə ehtiyac varmı? Sulu yeməyə və diqqət et sözü var özümüzdə. Sulu yemək yemiyoruz. Hə, yəni Yememiz lazım. məcburdursa, onda biz məcburiyyətdən mi edirik? Yoxsa mən bir dənə sup içim dediyiniz vaxtlar olur yəni nə vaxt. Olur. Nə sup? Özü də Sup böyük gəndə ağzı kasada ilk gələn istəyirsən. spansdır. Toyuq supu. Toyuğun bulyonu, içində çox az toyuq hissələri, göyərtili və belə fresh də başa düşdün necə? Amma merci, Ağır olmayan. amma şeydən keçmiş Mərcin bizi merci. dayadıblar. Mərci kapitalizm. Merci məncə zordur. Kapitalizm deyənmərəm, amma Mən yenə toyuqdan biraz mərcinin üstündə. Mənim mərci həyatımızda 20 il qabaq yox idi, bilirsiniz də. Yəni mən görməmişdim ya da var idisə. Siz görmüşdünüz. Məncə o Mərci bir müddət sonra girmədi sizə də həyatımda. Evdə mərci bişirdi, siz doğulandan yəni. Məncə mənim bir Məncə restoranlardan 11-12 sonra gəldi o. Sonra, hə, türklərdə gördü, evdəkilər dikab, mağazində mərci görmüşəm. Yəni bəlkə mərci bişirək baxaq dedilər. Sonra gördülər ki, zordur gedir, rahatdır bişirməyə icazı. Onlara da rahat yemək lazımdır da bişirməyə evdəkilər. Mərci mən sup olaraq saymıram və hörmət də eləmirəm. Mərci bir mənə görə sup deyil. Heç vaxt ki, bir restoranda yəni iki ehtimal varsa, o mütləq mənə görə ikinci ehtimal. Qəribə bir şəkildə mərci supu sanki çox kasıb bir təbəqənin istədiyi bir sup təəssüratı yaradır sizdə. Məsələn, gəlmisən restorana, kimsə deyir ki, mənim mərci supu. Mənim İstər-istəməz ağlımda belə canlanır ki, deyəsən imkan biraz aşağıdır. pulu yoxdur və doymaq istəyir mərci içən adam. Yəni Leyla bax, buradan səninlə mənə şeylədilər. mənim Gələndə baxarsan. Bax mərci dönər, ayran. Nə demək istəyir bu? Ha yox, o Dönər- yox da dayı. O qədər o mərci dönər ayran kampaniyası olub ki, elə bil ki, dönər yeyən adamın supudur da o. Başa Ay, düşdün? sağ ol. Elə bil ki, üstündən özünü saxlaya bilməyib dönər zakaz eləyəcək. Yəni belə bir şey təsəvvür edirsən, məsələn, mərci plus Sezar salatı Yoxdur da elə bir şey yox. və ya mərci plus Gözləyə bilmir. Dönər zakaz eləyəcək. Məsələn, mərci, bir dənə mərci üçün üstündən də bir dənə kebab yeyək. Üstündən də bir dənə pizza yeyeyim. Pizza yeyək, kebab yeyək. Belə bir şey var yəni, yox. Pizzadır yoxsa pizzadır? İsti mərci həmişə yaxşıdır. Müəllim,
deyəsən oxunuşu pizzadır. Amma mən pizzaya yaxşı baxmıram. Azərbaycan dilində o pizza olmalı. Pizza olmalıdır. Pizza. Mən də indi pizza dedim, amma Oktyabr. sonra birdən oktyabr telefon oldu da elə ki. Müəllim, WhatsApp. pizza gey pizzasıdır. Yəni mən onun pizzası. Ananaslı pizzadır o. Pizza o Ninja Turtle-ın yediyi pizza. Ay, sağ ol. Düzdür, qəşəng. Deməli bu pizza yeyir. Sən pizza sənin nədir? Avokadolu, ananaslı pizza. Mən demədim axı pizza. Ya da şey, Yox, sən qırağını yemir axı. Nurlan qırağını yemir. uyda sən pizza yeyirsən. Sən pizza yeyirsən. Sən Mənim qırağını yeməmə səbəbin mən keçən dəfə izah elədim sənə ki, mən çox çörək yemək istəmirəm. Valla bu söz özü belə pizzadır. Çin yaxşı ola bilər amma məsləhət deyil. Qıraq çörək yemək istəmirəm nədir ya. Qarnım çıxır. mənim yanımda yaxın bir adam varsa və biz birlikdə pizza yeyiriksə və o çörəklərini yemirsə, o çörəkləri götürüb mən yeyirəm. Yox, pizza çörəyin yemək. pizzasan ya vəbşə. Yəni Onun nazik qalın olmağından da asılı. Çox qalınsa yemərsən də qırağını. Yəni nazikcə gedər. Müəllim, Papa Johnson pizzasının qırağını Onda yemirsən. müəllim pizzanı mərci ilə yeməyin yeri var. Çünki mərcinin yarısını saxlayırsan, o böyük çörəkləri də birinci pizza mərci ilə yemirsən. Bu söhbəti davam elətdirmək istəyirəm. Mən yəni pis oluram. iyrənsən normal. Pizza. Mərci yeyəndən sonra Nurlan. Çox xahiş edirəm təcili şəkildə dönər zakaz elə. Və o Ayranla. ümumiyyətlə sən pizza da yeyəndən sonra dönərdə qazanırsan. Arasına qoyum yeməyə çörəkləri. O da gedər. Amma sən kimsən özün? Sən bir şey deyim. Sən pizzanın yanında dönəri boş qabda yeyən adamsan. Porsiyon dönər. Porsiyon dönər. Doğru, burada sənə də biraz şey oldu da. Mənim porsiyon dönər nə deməkdir? Porsiyon dönər yeyilməz. Çörək yemək istəməyən adam. Yenə Mənim başlayalım. porsiyon dönər normal yemək deyil yəni. Mən yaxşı bir kişi porsiyon dönər yeməməlidir. Yaxşı bir kişi çanqan sürməli deyil. Məncə sürməlidir. Amma mən ümumiyyətlə bu maşınlara qoyulan karakterizasiyonu çox bəyənirəm. Təbii ki, Nissan Tilda sürmə. Bəyənmirəm deyəndən sonra. Ümumiyyətlə mən maşınlara qoyulan karakterizasyon da Nissan Tiida yox. Amma məsələn nə istəsən sür. Ya zarafatsız nə? Amma Nissan Tilda sürmə. Mini Cooper sürsən mənim üçün okeydir bu arada. Mini Cooper möhtəşəm bir Mini maşın. Cooper Çox zor. qəşəng Mini maşın. Cooper'ı çox vaxt qadınlara yaraşdırırlar, amma məncə Mini Cooper Yo, çox əla. sən nədir? Short iplə Ay sağ. polo t-shirtdir. Yes. Mini Cooper. Short ikən oğlan maşınıdır. Hə, və short geyinən oğlanlar zor. Hər bir oğlan short geyinməlidir. 100%. Short geyinməyən oğlanlara pis baxır. Mən də. Özünə o əziyyəti eləyir, özünə hörmət eləyən adam short geyinər qardaş. Geyinər. Hə, sən o istidə mən bu qapanım. Sən deməli rahat adam deyilsən də. Sən özünü sıxırsan. Özünü sıxan adam da biraz gey, kişi biraz relax olmalı. Yəni kişi biraz keyifsiz olmalı. insanlara gey dedim. Təsəvvür et kişi evdə oturub çölə getməyə hazırlaşır. İstidir. Şalvar geyinmək. Short çıxarıb şalvar geyinsən, o problem. Hə, short giyin. Evdə sən short geyinmirsən, çıxarırsan, sənə şalvar giyin. Ha, o problem. Bir narahat oturursan, şalvar. Short giyin, dəlisiz. Özdə mən sənə bir şey deyim, mən oğlanların short giyində qısa olmasını tərəfdarıyam. Müəllim çox yox müəllim. Yo, bərabərlik olsun. Burada yox. Müəllim Yox, fərqi yoxdur orada. Giyin, nə ürək, nəyin var göstər. Göstərəsi bir şeyin varsa. Müəllim. Qardaş, Ronaldo Nazario. Səni getdin, Ronaldo Nazario'nun ayaqları səndə olsa, sən o şortiki buradan geyinməlisən. Çünki mən o əzəlləri görmək istəyirəm. Müəllim, indi hamının ayağında o əzəllər yoxdur axı bu bir. İkincisi də ki, yəni hamının ayağı o qədər estetik bir görüntü deyil. Yenə də kim nə geyinir geyinsin, amma mənə heç bir dəxli yoxdur. Prosta Estetik bir görüntü mənim biraz. məsələn gözüm elə bir şey görəndə mən narahat oluram. Mənim orada mən baxılmamağının tərəfdarıyam. Yəni sən niyə kimsə ayağına bax? Məsələn, Baxmıram mən ki, görürəm. dirəksən, bu dəqiqə sən şalvardasansa, mən sənin nalayiq bölgələrə dirək baxa bilərəm, incələyə də bilərəm gözümdən, düzdür? Düzdür. Amma baxmıram. Niyə baxmıram? Yəni orada necə olur ki, short geyinəndə bir
sınır əmələcəklər ki, bu mənim daha diqqətimi çəkir. Xiyar deyirsən, get narkotik çək. Narkotik də var və o sənin diqqətini çəkə bilər. Get narkotik çək də onda. Bu biraz şey məsələdir. Bunun şort geyinənlərdən çox şort də kimisə görüb ona rəy bildirən insanlar daha problemlidir. Ya dünən taksidə gedirəm. Şort geyinənlərdən çox deyəndə şort izah geyinənlər eləyəcəm, niyə bax. problemdir ki? Yo, demirəm problemlidir. Yəni şortdə kimsə keçirdən də bu. Mən də taksidən gedirəm. Heç kim danışmamışıq da, salam əleykum, əleykum gedirik. Və qaqaş başladı keçən oğlana saydırmağa da belə ki, ya kişi şort geyinər, sən buna bax görün falan. Heç başa düşdüm ki, bu adamın özündə nəsə başqa problem var. Ki o birinə rəy bildirir şort. Və yol boyu mən bunu hiss elədim danışığından. Plus deyir ki, pul atacaqsansa qəpi ilə atma, nə bilim şeylə at. Ya bir şey adamın özündə problem var. Nəinki o şort geydirmək təkcə geyinən adamın yox, həm də ona reaksiya verənlərin də bir şeyi ölçü vahididir. Və bu tip adamlarla artıq mən başlayır danışmağa və onunla sən münaqişə eləməyin və ya müzakirə eləməyin heç bir mənası yox. Bununla mən bir hekayə ilə izah edeyim, niyə bu eləməməlisin. Deməli, bir gün bir dəli yox. Bir gün bir adam psixiatrist klinikaya yatırılır və bu elə bilir ki, ölübmüş kimi davranır. Yemək yemir, su içmir, çünki deyir, mən ölmüşəm də. Və bir gün psixiatrlardan biri seansda olanda buna deyir ki, səncə ölü adam qanıyar? Bizim fitlərimiz eynidir, yəni. Deyir, yox, qanamaz. Psixiatrik də götürür barmağının ucuna bunu, bir dənə iynə batırır və qanıyır da təbii ki. Və adam baxır, belə deyir. Demək ki, qanıyarmış. Demək, ölülər də qanıyarmış. Demək ki, ölülər də. Yəni, sən bir insanın fikrini dəyişdirməyin, bir də insandan insana da dəyişir çox var. Amma bir şeyi danışaraq o adamın üzünə, o adamın fikrini dəyişdirmək Mümkünsüz. mümkün bir şeydir. Uşaq deyilsə bu adam, Ya baxır adama, yəni çətin baxır adam biz bu dəqiqə mən sənin fikri dəyişdirmək istəsən, sən mənim fikrimi dəyişdirmək istəsən, danışarıq bəlkə dəyişər. Amma primitiv məsələlərdə olar. Söhbət o adamdan gedirsə, mən məsələn elə taksi şoferlərinin yanında oturanda neyniyəsən? Mən o adamla mübahisə eləyəsi deyiləm ki, bu dəqiqə ki, nə istəyir geyinər, nə bilim nədir. Yəni heç bu dəqiqə prosta münaqişə yaranacaq da durduq yerdə də, mənim də əsəblərim görünəcək. Mən də başlayıram onun kimi olmağa. Məsələn, axırıncı dəfə taksi ilə bu Neftçilər prospektindən keçəndə bir dənə şofer başladı söyməyə ki, bu formula çıxardan belə-belə, yollar belə olur, nə bilim nə olur. O da mən bir dənə söyürəm formula çıxardan da. Yəni elə bil ki, özüm bayraq əlimdə dayanmıram da orada yarışlar gedəndə. Zordur başa düşdün necə bir yerdə özdə ürəyində də deyirsən ki, nə qəşəng aktyorluq elədim də, nə qəşəng oynadım. Mən də qoşuluram yəni, zordur. Məncə lazımdır. Çünki biraz onu başa düşmür. Sən yenə çaba sərf edirsən, onu başa düşmək üçün onun qılığına girirsən və məncə də okeydir. Məsələn, mən şort geyinənləri söylədiyim olur. Taksi. Yox deyirəm. Evdə geyinəm. O daha ləzzət eləyir. O ləzzət eləyir. Və onunla mən dirəşsəm, mən əsəbləşəcəm də. Bir də gördüm ki, nə bilim başı çatmır da bəlkə o adamın. Yəni oradan bəlkə nəsə problemi var, deyəcək ki, saxlayacaq deyəcək düş. Başa düşdün. Sən də şortla düşürsən başında. Mənə lazımdır ha. Mən də söyürəm. Amma bir ulduzunu da verirəm. Bir ulduz gedər amma. Bir ulduz 100% gedir. Mən ulduz mövzusunda heç belə vicdan azabı çəkməyən, ümumiyyətlə kimsə bir xidmət göstərirsə, məsələn, çox kobud bir səhv elədi də, tutaq ki, restoranda adicə şeydə, girib ona feedback yazaram restoranda ki, qoy bilsinlər ki, burada nəsə yerində getmir də. Həm avtobus şoferi heyvan kimi sürür maşını, çıxaram sırası seriya nömrəsi ilə yığıb şikayət edərəm və bunun cəmiyyətdə sukalıq kimi qəbul olunmağı mənə çatmır da yəni. Razıyam. Yəni insanlar, məsələn,
60 nəfəri daşıyan avtobus heyvan kimi maşın sürür. Sən o avtobus sürücüsünü şikayət edəndə sənə deyirlər ki, o evinə çörək aparır. Rüşdün necə? Amma o Yəni 60 o 60 nəfər evinə nə aparır? Eləyəcəklər də, elə bir şey hiss edirəm. Sonra o bir avtobusa gələcək, oradakılar da düşüb başlayacaqlar. Mən elə hiss edirəm ki, sən dayanmalısan, danışmalı. Razıyam. Bizi biləsən. Məncə sən Amma mən buranı kəsməyəcəm. üstə. Kəsməyəcək. Yo, o fərziyyət elə. Razı deyilik deyə keçək. Razı deyiləm mən. Razı də. deyil. Yəni boş-boş danışdın, amma fikrə Mən üzr istəyirəm indi mənasız hamıdan. fikir və hörmət edirəm. Mən Yaxşı. indi saçıvı 40 gəl elə üzr istə, biz kökündən bağlayaq. Çox o qədər şey demədim axı. Dedim. Bu ümumiyyətlə məsələn razıyam, fikri və hörmət edirəm, amma mənim fikrimi dəyişmədi söhbətdə maraqlı söhbət. Bayaq nə məsələn biz bir-birimizin fikrini dəyişə bilərik. Məsələn mənim rus dili ilə bağlı duruşumdan bilirsiniz. Ramil Levlə söhbət edəndə mən o məsələni yenə qaldırdım o yanında. O çox məntiqli və siyasi bir açıqlama verdi ki, açıqlama deməyəcəm uzun-uzun. Çox maraqlı və məntiqli bir şeydir. Yəni heç bir fikrin olmasa ona qatılarsan və o fikri mənimsəyərsən. Mən o fikrinə hörmət elədim və məncə haqlıdır. Düz də deyir. Amma mənim fikirlərim dəyişmədi. Mən yenə də onun əleyhinəyəm. Bu da yenə bir siyasi görüşlü insanlarda da eyni tema olur da. Yəni ola bilər ki, yan Azərbaycanın, Türkiyədə bu partiyalar zətlər daha geniş. Məsələn, yan partiya haqlı bir şey eləyəndə bunlar onları tam haqsız çıxarmağa çalışır. Elə bir şey yoxdur. Söhbət dəxsiz yer apardım biraz amma. Amma sən Ramil Levdən gündəlik danışırsan. Bu biraz mənə Ramil Levlə işlə bağlı danışırıq. O da hər gün danışırsan. Söhbətə kimdən getdiyini bilmirəm desəm. Gəncədəki o dayı, ağıllı dayı, hüquq professoru dayı. Hə. Ramil Levlə mən hər gün danışarım. Mən istəyirəm hətta hər gün danışarıq onunla telefonla. Danışırıq da bu dəqiqə, amma başqa bir işlə bağlı danışırıq. O söhbətə aid edir. Amma hər gün yığıb Ruski sektor haqqında danışmıram. Biraz dəxsiz olur. Hələ də eyni fikirdəsən. Dəyişməyim. Mənim siz davam eləyəcəksiniz yoxsa kəsəcəyik? Çünki Mən çəkilişə də getməliyəm. Bir dənə son sualla yavaş-yavaş bitirək. Canlı eləyəcəyik sizi. Məncə bir müddətdən sonra ona baxmaq olar. Hə, bir neçə bölümdən. Amma elə bil gedişat elə olmalıdır. Ora doğru olmalıdır. Çünki bu biz nahar eləyirik. Nahar vaxtı qulaq asılan söhbətdir də. Ya da əslində kimsə axşam yeməyi yeyəndə də qulaq asa bilər də belə baxanda. Kimsə naharda açıb qulaq asa bilər. Amma mən də canlının tərəfdarıyam. Çünki canlını zaten sonrasında yenə götürüb mən editli video kimi də paylaşa bilərəm. O bizə müsbət olar yəni. Mən canlıcıyam. Çünki mən bu dəqiqə bizim elədiyimiz söhbətlər haqqında düz rəy yazırlar sonrasında azından yazır. Yada düşmür də durub oraya baxasan, onun haqqında danışasan. Amma yerində kimsə məsələn sub haqqında fikrini bildirsə mənim maraqlı olar yəni. Ay sağ ol. Və bu dəqiqə fikrimizi bəlkə nəsə dəyişər. Ora rəy yazdı, sonra Yes. Bizim yerində fikrimizi dəyişsə dəyişə bilər. həm də canlı şey üçün zordur. Bir community üçün zordur. Community üçün zor. Yaxşı abed yerləri məsləhət verə bilər. Filan yerdə abed edin məsələn. Hə, o da maraqlı söhbətdir. Bu sizin çəkiliş Yoxsa işə yaxın problemi olmalı. olarmı, işə yaxın söhbəti. Nəsə o yavaş-yavaş baxarıq. Məncə nuş olsun deyə Nuş olsun. Allah xeyir versin. Qəşəng idi. Danışırıq da. Amma full